Əli Rəhimov deyə TikTokda bir gədə var. Yəni sözün həqiqi mənasında gədə olduğunu sizə 2 faktla sübut edəcəm. Yəni şəklini qoymağa çalışacağam. Belə bir heyvəriyə oxşayan oğlandır, yəni bar-bar bağırır. TikTokda Azərbaycan kişilərini aşağılayır ki, hakimiyyətə qarşı çıxa bilmirsiniz falan. Azərbaycanda geyimi falan, geyləri, yəni həmini bir qatır bir qırağa oradan söyür, yəni söyə bilir deyə özünü güclü hesab edir. Ümumiyyətlə o tip insanların söyməkdən başqa bir yəni gücü yoxdur da. Ondan çoxdan yığırdım, amma düzü cəsarət eləmirdim. Çünki adamın söyməkdən başqa bir vərdişi yoxdur da. Yəni sən onunla bir diskusiyaya girə bilməzsən də. Söyür və çıxır gedir və bunu güc hesab eləyir. Və bu mənə dünən bir söyüş videosu çəkib və şəxsimə də yazıb. Bu adamın mən bir neçə videosunu bəyənmişəm ki, bu Allahı məsxəriyə qoyur. Axı bu ateist idi. Mənim video paylaşmışdım, yəni Allaha deyin ki, kişisən bu qədər yağış yağdırma olur. Bu da bunu götürüb paylaşıb səhifəsində və orada deyir ki, sən Allaha lağ edirsən falan. Axı bu adamı biz ateist tanıyırıq. İnci məsəl məndən talışlar, o deyirlər, talışların başı 12-yə qədər başqa cür işdir, 12-dən sonra başqa cür işdir. Böyük ehtimal ki, bu talış da 12-yə qədər özünü belə cilovlayır ki, mən ateistəm, indi ateistlərin ölkəsində yaşayır, belə cool görsənmək üçün, savadlı görsənmək üçün deyir, mən ateistəm. Sonra o kimliyi çıxır, zaten Əli Rəhimov 313 belə şeyi də var, adı da var, yəni zaten dini inancı olduğunu göstərir. В общем, bu mənə dünən mesaj yazır ki, sənin porno videonu hazırlatdırıram, hazır ol, nəsə, mənə söyüşlər falan, sənə video çəkmişəm, belə elə, nə baş verir? 5 dəqiqədən sonra gedirəm TikToka, bunun səhifəsinə baxam ki, nə videosudur falan, baxıram ki, adam canlı yayımdadır və canlı yayımda başqa bir qadına şantaj eləyən oğlanı söyür. Özü 5 dəqiqə bundan qabaq mənə mənim videomu hazırlatdığını, nə bilim, indi montaja verdiyini, nəsə düzəlişdirdiyini də. Yəni, bunlar mən Azərbaycanın ən cahil, ən təhlükəli kütləsini terapiya etməyə, necə deyim, belə missiya götürmüş adamam, mən belə şeylərin hamısını hesablamışam. Ay səfi, sən hələ kim olduğunu, ateist olduğunu, deist olduğunu, dindar olduğunu dəqiqləşdir, sonra sən mübarizə apar. Yəni, adam bu qədər, adamın özünü bu qədər təqsib etməz, ikili şəxsiyyət pozuntusu. İndi gəlin, digər tərəfinə baxaq. Bu gədanın digər tərəfinə baxaq. Orada videosunda mənim uşağıma, sənin uşağımı cinsi istismar edərəm söyüşü də, yəni açıq demirəm, belə söyüş yazır. Və buna da hamı alqışlayır və mənim postlarıma gəlib deyirlər ki, Əli Rəhimov sənin uşağıma qəşəng söyüş söydü. Və baxırsan ki, adamların, bunu dəstəkləyən adamların profilində öz uşaqlarının şəkli var. Baxın, Əli Rəhimov əslində bununla göstərir ki, mən bir demirəm, TikTok bloklayar. Uşaq bazam, sənin uşağına bunu edərəm sözünü işlətməmişdən əvvəl. Ümumiyyətlə, heç bir söz beyin emal edib, psixika onu dərk etmədən çölə çıxmır. Əgər bir adam sənin uşağına bunu edərəm deyirsə, o adam potensial uşaq bazdır. Yəni, o terminoloji demirəm, TikTok özünüz bildiniz kimdir. Yəni, və bu adam Azərbaycanda hamını qınıyır. Hamını qınıyır ki, siz hakimiyyətə qarşı çıxa bilmirsiniz, qorxaqsınız. Amma Əli Rəhimov, belə hünərli oğlansan, gəl Bakıya. Mənim nəslimin kişilərini söyürsən, mənim nəslimin kişilər, sən o it kimi qorxub, Amerikada gizlənmirsən. Bax, onlardandır, yəni o it kimi qorxduqlarından, sən Bakıya düşərçmə, sən qandal, qulva qandal, elə mənim nəslimin kişiləri vurar. Başa düşdün? Ümumiyyətlə, bu adam, götürüb orada video çəkib ki, niyə işıqdan, qazdan danışmırsan, işıqdan, qazdan danışmırsan? Birinci, mən psixoloqum. İkinci də ki, mən böyük ideologiyalarla yaşayıram. Mən sənin kimi qıtlıq bilincində böyüməmişəm. Mənim atam həkim olub, anam müəllim olubdur. Görünürsən, ac böyümüsən. Ona görə gedib Amerikada marketləri zadı, nə bilim, yumurtanın zadın qiyməti səni narahat eləyir. Mən verdiyim mübarizə Azərbaycanlıların, nətər deyim, yəni, mənim verdiyim mübarizə Azərbaycanı Əfqanistan olmağa sürükləyən insanları terapiya etmək üçün nəzərdə tutub. Yəni, daha böyük işdir. İşıq, qaz, o primitiv məsələlərdir. O, sənin kimi primitiv adamların, intellekti olmayan adamların tələb edəcəyi bir şeydir. Adam sıfır intellekt, yəni ancaq söyür. Yəni, ölkədə söyülməyən adam var. Yəni, ölkənin bir dənə şəxsin göstərin ki, bu adam söyülməyibdir.
Yəni bu tip adamlar da zaten biraz görür ki, cəmiyyətdə kimisə mövqeyi var, onu söyür. В общем, bu siz o qədər cılız bu adamın hərəkətləri var ki, bir dənə oğlan var. Əlil oğlu, sən elə humanist adamsansa, Azərbaycanlıları fikirləşən adamsansa, o əlil oğlan var, yeganə adlı 16 yaşında qızla evlənib. Düzdür, az yaşlı evlənməsini mən də təqdir etmirəm, amma əlildir. Onun əlil olması, heç vaxt ailəsinin olmaması demək deyil. Onun canlısına qoşulur da, onun arvadının yanında onu söyür ki, get işdə. Azərbaycanda 2 metr oğlanlar iş tapa bilmir. Birinci qrup əlil, nə bilim, yəni boyu, bilmirəm də neçə. O hardan iş tapasıdır? Sənin yəni sən Azərbaycanlıları bu qədər mi düşünürsən? Azərbaycanlıları düşünsən, sən humanizmin olsa, sən onu eləmərsən. Sən neçə dənə videosu çıxdı mənim qabağıma. Birinə deyir ki, arvadın at paltarı mən alaram, sənin pulun yoxdur. Sən bir başqa kişini alçatmağı özünə kişilik hesab eləyirsən. Ümumiyyətlə, səndən çox danışaram. Yəni, bu adam ikili şəxsiyyət pozuntusuna sahib insandır. Bu, həm ateist videoları çəkir, həm durur, nə bilim, Allahın tərəfini saxlayır. Sən demokratların ölkəsindəsən və o ölkəni mənim zəkamda insanlar qurub. Amerikanın mənim zəkamda insanlar qurub da, sənin zəkamda insanlar Əfqanistanı qurubdur. Sənin orada nə itin azlıq, hə? Əgər sən demokratların ölkəsində oturub, Azərbaycanda öz demokratik hüququna istifadə edən psixoloqa hücum eləyəcəksənsə, sən orada nə itin azlıq? Sən Marsa, sənin təfəkküründə insanlar Marsada getsə, onlar zehnini təmizləyəməz. Çünki sənin zehnin boşdur, sənin bir savadın yoxdur, sənin söyməkdən başqa bacardığın bir şey yoxdur. Bunun primitivliyinin dərəcəsinə baxın ki, götürüb şey eləyir. Deyir, bunun yanına gedən pasiyentlərdə söyləyirəm ki, bu söyləyəcəkdə mənim yanıma pasiyent gəlməyəcək. Sənin bu qədər ağlın var. O da difaktologiyada alqafreniyanın debil, imbesil, idiot, debil aşağı kateqoriyada, yəni bir video çəkib paylaşa bilirsənsə, demək ki, imbesil deyilsən, debilsən. Sən debilsən, sən ikili şəxsiyyət pozuntusu olan adamsan, sən hələ bilmirsən ki, heç sən ateistsən, yoxsa deistsən, yoxsa nə bilim, agnostiksən. Sən heç hələ onu tutmamısan. Yəni, TikTokda sənin Allahın vəsfəriyə qoyduğun yüzlərlə videon var. Nə oldu? İndi durdun Allahın tərəfini saxladın. Çünki sənin kimi adamlar şəxsiyyətini tapa bilmir deyə kimin təsirinə düşsə onu eləyir. Ona görə Uşaqbaz Ali Rəhimov, mənim sənin nöqsanlarına dair xərcləyəcək vaxtım yoxdur. Ona görə sənə bu video yekundur. O videonu istəyirsən sil, istəyirsən saxla. Amma sən özün bir əxlaqsızsan, Azərbaycan qadınını aşağılayıb, Azərbaycan qadınına söyüş söyərək özünü güclü hesab eləyirsən, nə bilim, Azərbaycan qadını şantaj çəkmirsən, düzəltmirsən, nə düzəldirsən düzəlt. Mən 3 il bu platformaya girməmişdən qabaq 3 il mübarizə aparmışam, özümlə psixoloji hazırlamışam özümü ki, mən bunlarla rastlaşa bilərəm. Çünki mən bilirdim ki, mənim gətirəcəyim mövzular cəmiyyət bir mənalı qarşılamayacaq. Yəni, sənin kimi insanlar, ümumiyyətlə, intellektual potensialı, bazası olmayan insanlar özlərini qəhrəmanlaşdırmanın başqa yolunu tapa bilməzlər. Bu güya orada işıqdan, qazdan, yumurtanın qiymətindən, zaddan danışır. Bu, Azərbaycanlılara canı yanır. В общем, Əli Rəhimov, sənə deyəcəyim odur ki, sən bir uşaqbazsan ki, başqasının uşağına söyüş söyrəsini onu təsəvvür edirsən, sən bir debilsən, sən bir ikili şəxsiyyət pozun, sən heç özünü hələ tapmamısan, bir də onu deyim. Bütün gün Azərbaycan qadınlarını geyiminə görə əxlaqsız adlandırırsan, səhifəndə bir dənə örtülü geyimin şəklin yoxdur. Yəni, sənə görə kişilər lütlənə bilər, o qadında heç bir hiss oyatmır, amma qadın açıq geyinərsə kişi də hiss oyanır. Və soyunan qadınlara əxlaqsız fahişə deyirsən və mən də sənə deyirəm ki, mən sənin səhifənə girdim, səni bir kişi fahişəsi olaraq gördüm. Bu qədər sənə əlavə heç nə sərf eləməyəcəm, çünki sən ona dəymirsən. Bunu da ona görə çəkdim ki, insanlar elə bildi ki, sən mənə söydün, böyük bir şey elədin. Yəni, Azərbaycanda TikTokda olan, ictimaiyyətdə olan, söyülməyən bir adam göstərin və ümumiyyətlə bu səviyyədə insanların söyməkdən başqa əlində nə var? O məni Allahını nəyinə müdafiə eləyə bilərdi? Söyməklə intellekt yoxdur axı, izah eləsə ki, yox, Allah var. Belə, bu qədər.